Amerika Birləşmiş Ştatları Hörmüz boğazını asanlıqla açacaq. Bu barədə Donald Trump Truth Social hesabında paylaşım edib. Biraz daha artıq vaxtla, asanlıqla Hörmüz boğazını aça, nefti götürə və var dövlət qazana bilərik deyə Trump qeyd edib. İran ətrafında gərginliyin artdığı dövrdə Türkiyə Hörmüz boğazından yan keçən alternativ enerji ixrac marşrutları hazırlayıb. Türkiyənin ticarət naziri Ömer Bolat bildirib ki, bu addımlar həm enerji istehsalçıları, həm də istehlakçıları üçün böhran dövründə həyat yolu ola bilər. Lakin bu layihələrin reallaşması yüksək maliyyə xərcləri və mürəkkəb siyasi razılaşmalar tələb edir. Türkiyənin təklif etdiyi əsas alternativlərdən biri İraqın şimalındakı neft yataqlarını Türkiyənin Ceyhan limanı ilə birləşdirən quru yoludur. Bu marşrut Fars körfəzi və Hörmüz boğazına olan ehtiyacı aradan qaldıraraq nefti birbaşa Avropa bazarına çıxarır. Lakin bölgədəki bitməyən siyasi gərginlik və texniki fasilələr bu xəttin tam etibarlı alternativ kimi istifadəsini çətinləşdirir. Digər bir variantsa Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrinin neftini Qırmızı dəniz limanlarına, oradansa Süveyş kanalı vasitəsilə Aralıq dənizinə çatdırmaqdır. Gündəlik 5 milyon barel daşıma potensialı olan bu dəniz yolu Hörmüz riskini azaltsa da nəqliyyat müddətini uzadır və xərcləri artırır. Siyahıda yer alan Yordaniya və Səudiyyə Ərəbistanı vasitəsilə planlaşdırılan birləşmiş marşrutsa gələcəkdə Hindistan Körfəz Avropa iqtisadi dəhlizinin bir hissəsinə çevrilə bilər. Oman limanından Hind okeanına çıxan marşrut da Hörmüzdən asılılığı minimuma endirir. Lakin mütəxəssislərin fikrincə, hətta bu marşrutlar tam gücü ilə işləsə belə Hörmüz boğazının ötürücülük qabiliyyətinin cəmi 8%-ni əvəz edə bilər. Hörmüz boğazı en kısa ve en az maliyetli çözümken diğer alternatif yollar, alternatif tedarik zincirleri hem süre olarak daha uzun hem maliyet olarak daha yüksek olacaktır. Ama zorunlu olarak kullanılacak diğer hatlar ile bu maliyetlerin artışıyla navlun fiyatları artacak. Bunlar da ürün fiyatlarına da yansıyacaktır. Burada stratejik olarak Türkiye hem güvenli bir bölge, hem petrol boru hatları, hem ticaret yolları üzerinde olması sebebiyle ön plana çıkacak. Afrikanın cənubundan keçən Ümid burnu marşrutu da masadadır. Lakin bu yol çatdırılma müddətini 15 gün artırdığı və nəqliyyat xərclərinin yüksəlməsinə səbəb olduğu üçün iqtisadi baxımdan ən az gəlirli variant sayılır. Hazırda ən perspektivli addım kimi 1980-ci illərdə tikilən 1200 kilometrlik şərq-qərb neft boru kəmərinin modernləşdirilməsi görülür. Gündəlik 7 milyon barel nefti Yanbu limanına daşıyan bu xətt Səudiyyə Ərəbistanı üçün əsas strateji sütundur. Görünən odur ki, yaxın gələcəkdə region ölkələri tam yeni yollar çəkməkdənsə mövcud infrastrukturun genişləndirilməsinə üstünlük verəcək.